Salamlar hər kəsə. Bu videonu tanışlıq məqsədi ilə çəkirəm. Mən Mikayılzadə Aytaç. Mingəçevir Dövlət Universitetinin məktəbəqədər təlim və tərbiyə ixtisasını bitirmişəm. Hal-hazırda Naxçıvan şəhər bir saylı körpələr evi uşaq bağçasında tərbiyəçi müəllim olaraq fəaliyyət göstərirəm. Pedaqoji fəaliyyətim dövründə bir sıra təlimlərə qoşulmuş və sertifikatlar qazanmışam. Sertifikatlarımız rəsmi səhifələrimizdə paylaşılacaq. Eyni zamanda 2025-ci il avqustun 29-da təşkil olunmuş müəllimlərin işə qəbul imtahanının müsabiqə və müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni qazanmışam. Özüm haqqında ümumi məlumat verdiyimə görə keçək proqramımıza. Proqramımız 4 ay əhatə edir, dərslər həftədə 2 dəfə 2 saat olmaqla təşkil olunacaq. Dərslərimiz fərdi və qrup halında olur, fərdi 60, qrup 30 azeni təşkil edir. Dərslərin gedişatı belədir. İlk əvvəl mövzunun izahı, daha sonra mövzu ilə bağlı testlər paylaşılacaq, testlər müzakirə olunacaq və ən sonda mövzu ilə bağlı sizlərə qaranlıq qalan bütün məqamları, sualları mənə ünvanlandıra bilərsiniz. Proqramımıza daxildir metodika, psixologiya, pedaqogika. Məktəbəqədər kurikulumla bağlı A-dan Z-yə hər şey vurğulanacaq, pedaqoji terminlərin sadə izahı, qəbul tipli sınaq testlərimiz olacaq. Ümumiyyətlə, hər dərsin sonunda testlər paylaşılacaq və hər ayın sonunda keçirilən mövzular ilə bağlı qəbul tipli sınaqlarımız olacaq. Vaxt məhdudiyyəti olmadığı təqdirdə, yəni tərbiyəçi müəllimlərin qeydiyyatından dərhal sonra bağça müdirlərinin və metodistlərin qeydiyyatına start veriləcək. Hal-hazırda tərbiyəçi müəllimlərin qeydiyyatı başlayıb, fevral ayı üçün start verilib. Belə, düşünürəm hər şeyi vurğuladım. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Öyrəndiyim bilik və təcrübəni sizlərlə bölüşməkdən məmnunluq hissi yaşayacağam. Amma bunun üçün sizin də əzminiz, oxumağınız, əziyyətiniz lazımdır. Yəni, qarşınıza bir hədəf qoymusunuzsa, bir məqsəd qoymusunuzsa, həmin məqsədə çatmağınız üçün əzmlə, səbrlə çalışdığınız təqdirdə mütləq şəkildə onun qarşılığını alırsınız. Buna istər motivasiya deyin, buna istər enerji, istər dünyanın qanuna uyğunluğu, amma bu belədir. Əziyyət gec və ya tez öz qarşılığını alır, müsbət mənada. Hər birinizə uğurlar arzulayıram. Dediyim kimi, əgər əlavə suallarınız olsa, profilimizdə qeyd olmuş nömrə ilə əlaqə saxlamağınızı tövsiyə edirəm. Sağ olun, var olun. Görüşənədək.